Sovetskidə heç bir tarixi binanın söküntüsü nəzərdə tutulmur. Bunu Bakı şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Sovetski ərazisində təkcə dövlət reyestrindən keçmiş tarixi memarlıq abidələri deyil, hətta tarixi memarlıq abidəsi reyestrindən keçməmiş, lakin gözəl görünüşlü ümumilikdə 127 tarixi binanın qorunub saxlanılması planlaşdırılır. Şöbə müdiri eyni zamanda Mirzə Fətəli Axundov küçəsi 31 ünvanında yerləşən tikilinin sökülməsi ilə bağlı yayılan şayələrə də toxunub. Qeyd edib ki, söküntü sözügedən binada deyil, ona bitişi olan qəzalı binada həyata keçirilib. Mirzə Fətəli Axundov küçəsində bir binanın söküntüsünün göstərərək həmin binanın tarixi memarlıq abidəsi olmağını göstərirlər. Amma bu tam yanlış bir fikirdir. Hal-hazırda bu ərazidə aparılan proses yalnız və yalnız istismar müddəti keçmiş, qəzalı vəziyyətdə olan binaların söküntüsü prosesi həyata keçirilir. Tarixi memarlıq abidələrinə gəldikdə isə bu ərazidə 73 ədəd dövlət reyestrindən keçmiş tarixi memarlıq abidəsi mövcuddur və bundan əlavə olaraq 54 ədəd tarixi memarlıq abidəsi reyestrinə düşməyən, lakin xarici görünüşü çox gözəl olan tarixi binaların saxlanılması nəzərdə tutulur. Mirzə Fətəli Axundov küçəsindəki söküntüyə gəldikdə isə dediyim kimi bu sökülən bina tarixi bina deyildir. Sovetskidə rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmur. Bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa vurmuş binaların söküntüsü nəzərdə tutulur. Bu məqsədlə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb və hər bir bina ilə bağlı birgə rəy verilir. Şöbə müdiri Rəşid Ağayev onu da qeyd edib ki, bütün söküntü prosesi həyata keçirildikdən sonra bu binalar yenidən bərpa olunaraq Bakının gözəl bir güşəsinə çevriləcək. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva isə bildirib ki, mədəni irs siyahısından səbəbsiz çıxarılan abidələrin yenidən siyahıya salınması təklif edilir. Siyahıda olan bir çox nöqsanların, yenilənməsi lazım olan məsələlərin, məsələn 2001-ci ildən artıq 25 il keçibdir və təbii ki, bu siyahıda da yeniliklər, düzəlişlər və s. öz əksini tapmalıdır. Qərara gəlinmişdi ki, 33 abidə, yenə də bu 73-dən əlavə 33 abidə siyahıya salınsın. Ümumiyyətlə deyə bilərəm ki, deməli, bu ərazidə hər hansı abidə sökülməyəcək. Səbinə Hacıyeva qeyd edib ki, Təzəpir ərazisi adlanan yerdə 73 tarixi abidə qorunur. Onlardan 8-i ictimai funksiya daşıyır. Bura məscid, kilsə və hamamlara aiddir. Nərmin Məmmədhəsənli, Samir Qasımov, Xəzər xəbər.